Qədirxum ayəsində durur Vallahi yasimuka minən-nas. Allah səni insanlardan qoruyur. Çox maraqlı kəsimdir bu ayədə. Desəydi Vallahu yasimuk, Allah səni qoruyar. Bilərdik ki, ehtimal edə bilərdik ki, məsələn, bir iki nəfər var imiş. Vallahu yasimuka minən-nas. Bir dəstə var. Və bu dəstə hardadır? Bu dəstə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə o qədər yaxındır ki, hətta bir nəfər Peyğəmbərin yanında olan səhabe-i kiramın huzurunda, Bədr mücahidlərinin huzurunda durub Peyğəmbərə deyə bilir ki, sən bunu özündən deyirsən ki, Əli bizim başçımızdır, yoxsa Allah deyib. Bu biz nə deməkdir? Sən Peyğəmbərsən, ya ələ salmısan bizi. Bu mənası budur. Və heç kəs də etiraz eləmir ona. Siz oxumuşsunuz tarixdə kimsə ona etiraz eləsin. Məlum olur ki, bunun arxasında kimlərsə var idi, buna bu cəsarəti verirdi. Bunlar narahat idilər. Beysət başladı, bir şey eləyə bilmədik. 13 il Məkkədə istədiyi məhveliyə olmadı. Növbəti 10 ildə müharibələr olmadı. Elə o adam elə bunları sayırır Peyğəmbərin qabağında. Deyir, nələr dedin, elədik. Elədik. İndi də gəlib deyirsən ki, əmolluğu mindirirsən boynumuza. Bu Qədirxum. Qədirxum. O da daş yağdı da onda. Həldən sonra başına daş düşdü, Allah başına daş saldı. Özü istədi də. Qədirxum bunların bir arzusunu ürəyində qoydu. Əslində belə deyək də, şeytan və şeytan övliyalarının arzusunu ürəyində qoydu. Onlar nə istəyirdilər? İslam kök kəsilsin də. O da nə idi? Qədirxum bunu qoydu ki, kim həqiqətən saf məntiqlə İslamın həqiqətini öyrənmək istəyirsə, bu təzmin olunub. Kim istəsə öyrənə bilər. Yəni, bugün bir nəfər istəsə xalis tutalım, başqa bir dinin xalis mahiyyətini öyrənsin, demək olar ki, əlində imkan yoxdur. Amma İslamda var. Qədirxum bunu təzmin edib. Doğru yol nədir, haqq yol nədir qoydu. Bunlar başladılar sürüşdürə, yavaş-yavaş əyməyə məsələni. Məsələn, Qədirxum imamətin fundamenti idi. Fundamentində peçatı idi. Fundament elə Yamuddarda başlamışdı. Peyğəmbər sallallahu əleyhi və səlləm ilk dəfə təbliğata başlayanda elə Əli əleyhissalamı təyin eləmişdi özü. Əvvəl imaməti çevirdilər xilafətə. Yəni, imamət ideologiyası aradan getdi, tənəzzül elədi xilafət səviyyəsində. Artıq deyilmədi ki, Əli əleyhissalam imamdır, ya başqası imamdır. Çünki onun konkurenti ola bilməzdi. Əli əleyhissalamı imamət məqamından sıyırdılar. İmamət düşüncəsi, Qurandakı imamət ayələri tapşırıldı.